Qımmet çeşkadır. Çeşkada nə problem var? Deməli, qabaq təkər opşi içəridir. Bu təkərin üstü 4 mm içəridir, amma qabaq təkər opşi içəridir. Sol təkərin üstü 1 sm içəridir, amma bu təkər opşi çöldədir. Bu təkərin üstünü biraz da qaldırsın çölə, laf çöldə görünəcək. İndi bunların özünü hamısını düzəldəcək, zavod yerinə qoyacaq. Təkərlərin hər ikisi kirlərlə bərabər olacaq. Plus burada problem var maşında, zədə var, udar var, onunla bağlı. Burada razval yerinin sıxacdina tiyakasına baxın, rezba yoxdur. Sol tərəfə baxın, görün nə boyda rezba var. Bunlar hamısı düzələndən sonra rezbalar da gələcək yerinə, təkərin içəri çöllüyü də gələcək yerinə, hamısı tam ideal şəkildə. Arxada da problemimiz var idi. Qolunda problem var idi. Onu düzəldirik. İnşallah tiyakalar xarab idi. Tiyakaları dəyişdik. Salacaq razvala. Nəhayət çeşkamızın işini qurtardıq. Gördüyünüz kimi qabaq sağ təkər. Bu da qabaq sol təkər. Hər iki təkər çıxdı kirlərlə bərabər. Plus burada rezba yeri yox idi, rezba yeri doldu. Bu da ölçüləri. Bu da razvalın safhalar düzəldi, irəli yerliyi düzəldi. Təkərin opşi kirlərdən içəri olmağı düzəldi.